Kəmalə xanım soruşur Sumqayıtdan. 10-cu sinifdir böyük ehtimal. Soruşur ki, 10-cu sinifin yay tətilini necə keçirməliyik? Məsələn, sən 10-cu sinifdə necə olmusan? Bir tövsiyələrini versən. 10-cu sinifdə məncə yay tətilində əsasən istirahət eləmək lazımdır. Çünki 11-ci sinif onsuz da ağır bir yükdür. 9 ay boyunca dayanmadan çalışacaqsınız. Buna görə də 3 ay boyunca istirahət eləmənizi tövsiyə edərdim və eyni zamanda boş vaxtınız çox olduğu üçün əlavə dərslər də oxuya bilərsiniz təbii ki. Zəif nöqtələriniz üzərində çalışa bilərsiniz. Yaxud ingilis dilindən YouTube-da danışıq videolarına baxa bilərsiniz. Bu da sizin dinləmə bacarığınızı daha da artırar. Hazırlıq müddətində ən çox hansı vasitələrdən, vəsaitlərdən istifadə edirdin? Mən təbii ki, bütün şagirdlər kimi əsas hazırlıq vasitəsi DİM test topları olub. Onlardan əlavə Güvən nəşriyyatının test topları və qayda kitablarından istifadə etmişəm. Həmçinin Dəyər nəşrlərinin də qayda kitablarından istifadə etmişəm. Gündəlik dərs çalışma planını qısa olaraq özətləyə bilərsən? Məsələn, dərs çalışma, gündəlik rutinin deyək, bir günlük rejim haqqında qısa məlumat verə bilərsənmi? Günlük dərs çalışma, mən bütün günü boş vaxtlarımda dərs oxumuşam. Yəni ki, bu əslində gündən günə dəyişən bir şeydir. Sabahki dərslərimin tapşırıqlarını hazırlamışam. Çox zaman vaxtım qalmayıb əlavə dərsə, amma əlavə dərs üçün də vaxt yaratmağa çalışmışam.